taksi sürücüləri narazılıq edir. Saxlayırıq avtomobili, müştərini düşürdürük, müştərini mindiririk. Avtobus zolağında 100 manat cərimədir, avtobus zolağının qırağında deməli 80 manat cərimədir. Nəcəfdə olmaz, cərmələnirik. Kənar xəttə daxil olmaz, cərmələnirik. Yaxşı, lisenziya dediniz, alırıq. Qanun qayda deyirsə eləyirik. Bari icazə verin deyir, taksi sürücülərin adından deyir, deyin, qoy eşitsinlər, söz verəcəm, narahat olmayın. Bizə də icazə versinlər ki, biz də sərnişin daşıyırıq. Bakı şəhərində deyirlər, 130 taksi duracağı var. Kifayətdirmi? Yox. Tələbin, ümumiyyətlə mövcud tələbin heç 20% deyil o. Bəs hara getdi o taksi duracaqları? Hamısı bugün zəbt olunub, aptek tikiblər yerində, dönərxana tikiblər, bina tikiblər, nə tikiblər? Yoxdur. Müəyyən prospektlər var ki, orada qətiyyən müştəri götürə bilmirik, nə də düşürdə bilirik. İnsanlar taksidən bir yerə tələsdikləri üçün istifadə edir. Sən də qadağa qoymusan ki, taksi duracaqları var, falan filan, sərnişini avtobus zolağında düşürmək 100 manat cərimədir. Bəs yaxşı, harada düşürməlidir? Dövlət tərəfindən, aidiyyatı qurumlar tərəfindən tələb olunan sənədlərin qarşılığında avtobus zolaqlarına taksi sürücülərinin girişinə məhdudiyyət qoyulur və icazə yoxdur. Müvafiq qurumlar, həm xarici taksi şirkətləri bu haqda ciddi düşünməlidirlər. Müştəri sifariş eləyir, körpəli xanımlar olur, məsəl üçün kolyeska ilə, 2 uşaqla, 3 uşaqla, o vaxtı saxlayıb biz bir müəyyən vaxt gedir ki, o saxlayasan, şu körpələri mindirsin, ya kolyeskanın əlindəki veşləri maşına yerləşdirmək lazımdır və yaxud da balnisaların qarşısında və yaxud da yaxşıdı xanımlar olur. Demək olmur ki, mən o tərəfdə saxlamışam, gəl yenə. Orada da saxlamayanda, avtobus zolağında da yenə cərimə gəlir, bizə 100 manat, köməkçi zolaqda da saxlayanda 80 manat gəlir. Mən qırmızı işıqdan keçirəmsə, onun cəriməsi yazılsın, mən onu qəbul edirəm. Piyada olan zolağı tapdalayıb keçirəmsə, onun cəriməsi yazılsın. Amma mən çörək pulu da alırsaydı, çıxıram, onu da ayın axırı aparıb cəriməyə verirəmsə, o xoşa gəlməz haldır. Azərbaycanın özü yerli bir sistem yaratmalıdır. Elə yapışıblar Bolt, Uber, aqreqator şirkətlər hamısı da köklənib sürücüləri məhv etməyə. Bir neçə qəza baş verib, ölümlə nəticələnib. Sərnişini düşürdüyüb, avtobus zolağına daxil olmayıb, sərnişin düşüb, qaçıb, yolda qəza baş verib. Özdə birini vuran avtobus olmayıb, ha. Adi bir, deyəsən, AA markalı, yoxsa nəsə belə bir iddia gəlir də, iddia olaraq səsləndirirəm, avtomobil verib. Olar zolaqdan getmək, taksi sürücüsünə olmaz. Təsəvvür edin ki, nə qədər dövlət qurumlarının avtomobilləri var, özdə kifayət qədər də maaş alırlar. Onlar avtobus zolağına daxil ola bilər, amma taksi sürücüsü ola bilməz. Harada istənilən asılı olmayaraq dayansaq, eləsək yenə də cərimədir. Elə bir xəttlər çəkiblər avtobusa, sonra ikinci xəttdən götürənmirik, kameralar hardan olur olsun. Ay ərzində ən aşağısı verməsək 300-400 manat pul veririk cərimədən. Biz bilmirik, biz onu maşına mı xərcləyək, yoxsa yanacağa mı verək, yoxsa cəriməyə mi verək? Araşdırmalar göstərir ki, bu kimi taksi dayanacaqlarına şəhərin əksər istiqamətlərində rast gəlinmir. Bu da öz növbəsində həm taksi sürücüləri ilə istifadəçilər arasında gərginliyə, həm də sürücülərin mütəmadi olaraq cərimələnməsi hallarının artmasına gətirib çıxarır. Təzə maşın əvvəlki 10 minlik, 12 minlik Prius deyil. İndi artıq başqa modellər alır və kifayət qədər də qiyməti var. 20-30 min arası. Hətta 30 mindən yuxarı qiyməti olanlar. Komfortlu çox gözəldir. Mən də özüm də normal. İndi bu adam deyir ki, məni bu qədər tələblər qoymusan, mən kiçik bir sahibkaram. Elə bil bu mənim dükanımdır, mağazamdır. Heç bir dövlətdən imtiyaz istəməmişəm, iş yeri istəməmişəm, onu istəməmişəm. Özümə bir iş yeri yaratmışam. İndi məni niyə qoymursan işləyən? İkinci cərgədə dururam 80 manat 2 bal. Zolağa girirəm 100 manat 2 bal. Adamın yəni haqqı var bunu deməyə. Bakı Nəqliyyat Agentliyinin dövründə deyirdilər ki, biz taksini ictimai nəqliyyatın bir növü kimi görürük. Lüks növü kimi, komfortlu növü kimi. İndi ayına deyir ki, yox, biz onu ictimai nəqliyyat hesab etmirik. O, yəni bir xidmət növüdür. Yəni, mən fikirləşəm ki, biz taksi ilə bağlı dövlətin mövqeyini ortaya qoymalıyıq. Bir qurum ləğv olunur, başqa bir fikir var idi. O biri qurum səlahiyyət sahibi olandan sonra deyir, yox, mən bunu belə qəbul eləmirəm, amma insanlar əziyyət çəkir. Nəqliyyat eksperti olaraq. Nə qədər cərimələnir bu taksi sürücüləri? Artıq doğrudan da bunları dinləmək lazımdır. Taksi sürücülərinin səsini eşitmək lazımdır.
Məndə nə qədər şikayət var, videolar var. Bir problem olan kimi dərhal taksi sürücüsünü çəkib göndərir. Heç olmasa sərnişinlər indi taksi sürücülərinə dəstək verin də. Çəkin ki, ay cəmaət, ay Bakı Nəqliyyat Agentliyi, ay nə bilim digər qurumlar. Mən baxın yolun ortasında düşürəm. Sabah mənə bir problem olsa, mən ölsəm və yaxud da yaralansam, mənə kömək eləyəcəksinizmi? Eləməyəcəklər. Amma bugünkü problem nədir? Dayana bilərmi taksi? Müştərini mindirib düşürmək. Çox qısa bir müddətli zamandır. Yəni bunu faciəyə çevirmək lazım deyil. Sərnişin və sürücü arasında da çox problemə səbəb olur. İnsanlar var ki, ikinci cərgədə düşür, yolu qaça-qaça keçməlidir. Bəli. İndi biri avtobus, deyək ki, lap avtobusdur, öz zolağı ilə gəlir, onu vuracaq. Biz niyə gözləməliyik ki, kimisə tapdalasın, ondan sonra deyək ki, gəlin bu qaydaları dəyişək. Burada taksi sürücülərinin bir qisminin bu tələbləri əslində mərhələ ilə həll edilə bilən məsələlərdir.